Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə Vaqif dramını izah edəcəm. Lakin bəzi məqamlar var ki, Vaqif dramında onlara mən burada toxunmayacağam. Yəni burada üzərindən keçəcəm, çünki o miqre sertifikasiya üçün nəzərdə tutulub. Yəni şagirdlər üçün nəzərdə tutulmayıb. Vaqif dramında obrazlar 18-ci əsrin məşhur Azərbaycan şairi Vaqif həsr olunub. Ağa Məhəmməd Şah Qacar İran hökmdarıdır. Vidadi Vaqifin müasiri və yaxın şair dostudur. İbrahim xan Qarabağ xanıdır. Eldar xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlərin başçısı idi. Kürd, Musa, Arsaq Eldarın dəstəsindən Xuraman Vaqifin arvadıdır. Əli bəy Vaqifin oğludur. Gülnar Əli bəyin həyat yoldaşıdır. Əminə Gülnarın anasıdır. Tükəzban Vidadinin həyat yoldaşıdır. Vəzir Qacarın vəziridir. Təlxək İbrahim xanın təlxəyidir. Şaliko, Tamara, Kiçik Gürcü Qacar tərəfindən əsir alınmış gürcülərdir. Şeyxalı Qarabağ Şeyxidir. İlyas isə Eldarın dəstəsinə soxulmuş casusdur. Sərkərdə Qacar qoşunlarının sərkərdəsidir. Zülfüqar Teymur Qacarın əleyhdarlarından olur. Əhməd kişi, Qurban kişi kəndlilərdir. Qasım Murad çobanlardır. Kəndlilər, qaçaqlar, əskərlər, elçilər və başqaları var burada. Deməli, birinci pərdə, birinci şəkil burada gördüyünüz kimi biraz geniş verilib. Yəni, lakin sizə lazım olanda isə orada siz ikinci şəkli geniş öyrənməlisiniz. Birinci pərdə, yəni birinci şəkildə sizə lazım olan məqamlar nələrdir? Vidadi namaz üstündə sözlərində arvadı, yəni həyat yoldaşı Tükəzbanla söhbətində zamanədə narazı olduğunu biz bilirik. Cavad xanın elçiləri Vidadini saraya dəvət edirlər. O dəvəti qəbul eləmir. Qarabağ xanının sarayında yaşayan Vaqifi gözlənilmədən gəlir. İki dost səmimi görüşürlər. Bildiyimiz kimi Vaqiflə Vidadi dostdular. Və burada da biz görürük ki, Vaqif kəndlilərlə mehriban söhbət edir. Hiss olunur ki, Vaqifin ürəyi xalqın yanındadır. Vaqifin gəlişinin səbəbini açıb söyləyir. O Vidadini və Tükəzbanı Əli bəyin toyuna dəvət edir və Vidadi dəvəti qəbul edir. Deməli, biz buradan görürük ki, birinci pərdə, birinci şəkildə Vidadini iki dəfə dəvət gəlir. Bir Qazaxa, Cavad xan dəvət edir onu. Lakin o deyir, dəvəti qəbul eləmir. İkinci tərəfdə isə Vaqif gəlir, dəvət edir Tükəzbanı və oğlu Əli bəyin toyuna. Bu zaman isə dəvət qəbul olunur. Amma burada isə orada onların böyük nitqləri var, böyük məsələlər var. Onlardan danışılır. Bu isə sizə aid olmayan hissəsidir. İndi keçək biz artıq sizə aid olan hissə ikinci şəkil. İkinci şəkil orada bütöv şəkildə veriləcək. Ona görə mən ikinci şəkli buradan sizə izah edəcəm. İkinci şəkildə biz nələri görürük? Görürük ki, Vaqif olur Şuşa qalasında, xan sarayında toy məclisi. İbrahim xan gəlir, hamı ona baş əyir. İbrahim xan seygah oxumasını istəyir. Musiqi olaraq deməli seygahdır. Xanəndə oxuyur. Belə bir söz var ki, Vaqif Məcnun olub. Onun şeir sənət adlı Nazəndə Leylası var. Vaqif yəni öz qəzəlindən bir orada parçadır. İbrahim Vaqifə oğlu üçün xeyir dua verir. Vaqif cavabında növrağı zaman pozmasa söyləyir. İbrahim Vaqifə deyir, mən sağ olduğum müddətdə sən kef görəcəksən. Təlxək gəlir və Təlxək orada belə deyək də qumardan, atdan və gözəl arvaddan ehtiyatlı olmaq gəldiyini söyləyir. Toy nəğmələri oxunur. Anam, bacım, qız gəlin. Vaqifin gəlinə duvağı üzündən açmağı söylənilir. O bu pərdəni salmağı can dustaqlığı kimi qiymətləndirir. Şəriəti, yəni kör adlandırır. Eldar quzu hədiyyəsi gətirir. O yalnız şairi salamlayır. Kimi salamlayır? Şairi. İbrahim ondan əsəbləşir. Şeyx İbrahimin qulağına pıçıldar ki, kəndə qarşılıq salamlardandır. İbrahim özünü yüksəkdə, əhalisiniz isə aşağıda gördüyü üçün Vaqifə deyir. Çobançılıq məclisidir bu. Vaqif Eldarın onun dostu olduğunu bildirir. Buranın öz evi olduğunu və xanın özünün də burada qonaq olduğunu o vurğulayır. Vaqif onun geyiminə baxmayaraq vicdanının təmiz olduğunu, ən böyük ürəklərin ellər dünyasında yetişdiyini bildirir. İbrahim isə ellər deməkdən bezmədimmi deyir ona. Eldar İbrahimə deyir, bizim kimi kasıb kəndlər olmasaydı siz suyumuzlar bu qədər qudurtmazdı. Məclisi tərk etmək istəyən Eldarı tutmaq istəyirlər, ixtişaş düşür. İbrahim Eldarı tutub zindana salma əmri verir və onun belə qudurmasının səbəbini isə günahını Vaqifdə görür. Vaqif deyir, ona dil verən dünyada alovlarını görən Kəndistan yeridir bildirir. Toy dağılır, Vaqif heyrətdədir. Vaqif xanın zəhrimar qoxuyan ilana bənzədir. Saray da onun yuvası adlandırılır, saray.
Burada saraylar haqqında deməli mənfi fikri var. Vidadi Vaqifə sabah məni sal yola gedim deyir və ona da kəndə qayıtmağı tövsiyə eləyir. Vaqif isə yox, iş ki belədir, meydanda varam. Vidadi isə Vaqifin getməyəcəyi təqdirdə özünün də getməyəcəyini, Vaqifi burada tək qoymayacağını söyləyir. Əli bəy Eldarın həbs olunması xəbərini gətirir. Deməli kim gətirir? Əli bəy gətirib ki, Eldar həbs olunub. Vaqif gələcək nəsillərə ümid bəsləyərək onların daş zindanları uçuracaqlarını söyləyir. Vaqif Eldarı qurtaracağını bildirir. Əli bəy Vaqifin əlindən öpür, eləcə də Vidadi ilə öpüşüb gedir. Vaqif durnalara müraciət edərək deyin, xoşbəxtəmmi bədii sualını verir. Təlxət görünür, yenə mənalı sözlər söyləyir. Bu dünyanın səfasına, sarayların vəfasına inanmayın. Xuraman gəlib, Vaqif gedəndən sonra onun monoloqunu eşidirik biz. Deməli, burada Xuramanın monoloquna rast gəlmək olar. Bu monoloqda onun daxili aləmi, yəni bir çox əsərlərdə biz görürük ki, obrazlar öz monoloqlarının daxili aləmini açırlar. Belə keçmiş həyat yoldaşı Xuramanın nitqindən məlum olur ki, o Vaqifin böyük vəzir adı üçün onunla ailə qurub, şan-şöhrət, cah-cəlal naminə. Ancaq ümidlərini özünü doğrultmayıb. Vaqifin qanacağından razı olsa da Xuramana kar etmir. Qanacağından razıdır, ümumiyyətlə narazı deyil. Amma bu ona kar etmir. Vaqif gəlir və Xuramanda bir hal olduğunu sezir. Səbəbini araşdırır. Xuraman qürbət həsrətini belə deyək də bəhanə edib. O özünü bəxtiqara adlandırır. Səbəbini isə Vaqif haqqında gəzən vəzirlikdən azad ediləcək xəbəri ilə əsaslandırır. Vaqif qəlbini, sirrini Xuramanla bölüşür. Axundzadədə Hekayət-i Misir Jordan Həsən Şahbaz Şərif Nisə ilə bölüşdüyü kimi sarayda özünü qəfəsdə quş kimi hiss etdiyini söyləyir. Lakin Xuraman onu anlamır. Xuramanla söhbətində Vaqifin saraya gəldiyi üçün peşman olduğunu görürük. Xuraman getdikdən sonra Vaqifin nitqindən məlum olur ki, o Xuramanın şöhrət düşkünü olduğunu artıq neyniyib, anlayıb. Bu ikinci şəkildə böyük bir formada verilib. Üçüncü və dördüncü şəkillər, belə deyək də, o da sizlər üçün qısadır. Eynən 5-ci və 6-cı şəkillərdə sizlər üçün qısadır. Biz 3-cü və 4-cü şəkillərin, ikinci pərdə, 3-cü və 4-cü şəkil görürük ki, İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət eşidir. Vəzir xanı zalımlıqda xalq ədalətini günahlandırır. Vaqifin Qacarıya sərt cavab məktubu göndərilir. Qızına baş çəkməyə gələn Əminəni Vaqifin evindəki mehribançılıq sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli, düşüncəli davranışı, var dövlətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı və Şeyx Xuramanı Vaqifdən boşadaraq İbrahim xana ərə getməyə razı salırlar. Əhvalatdan da Gülnar xəbərdar olur. Xuramanın qərarını isə Vaqifə bildirir Gülnardır. Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına Vaqif icazə vermir. Sonra gəlirik növbəti biz 3-cü pərdəyə rast gələcəyik. Deməli, 3-cü pərdədə 5-ci və 6-cı şəkillərə rast gəlirik. Həmin o 5-ci və 6-cı şəkillərdə biz nələri görəcəyik? Biz görəcəyik ki, ordugahında Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd Şah Qacar Vaqifi yazdığı məktub məzmunu hiddətləndirir. Uşağın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir Gürcü qardaşlarını bir-birinə vuruşmağa məcbur eləyir. Qarşılıqdan istifadə edən qapçı Gürcü əsirlərin Tamaranı və qardaşlarının qaçmasına imkan yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlirlər. Eldar Gürcüləri hörmətlə qarşılayıb qonaq edir, sonra vətənlərinə yola salır. Əli bəy vasitəsilə Vaqifdən sifariş alan Eldar Qacarın qoşununa neynir? Hücuma keçir. Deməli, biz burada 3-cü pərdə, 5-ci və 6-cı şəkilləri gördük. Sonra isə biz növbəti nəyi görəcəyik? 7-ci şəkli gələcək. Yəni 7-ci şəkil orada əsasında verilib. 7-ci şəkildə top səsləri, yandırılmış kəndlərin alovları, arvad uşaq fəryadları, bu mənzərələri görən Qacar xüsusi həzz alır. Bir qoca kəndli, deməli, qoca kəndli Qacarın yanına imdad istəməyə gəlir. O yanan kəndlərin birinin ağsaqqalıdır. Qacar, belə deyək də, qocanı yarımçıq susturur. Qacar sərkələrdən biri deyir ki, Eldarın dəstəsi onların dəstəsini sərçə kimi neynir, qırır. Arxa cəbhədə vəziyyət qorxuludur. Qacar mühasirədədir. Qapçı Qarabağ şeyxinin gəldiyini xəbər verir. Xəyanətkar şeyx Qacarı fəxri vətən adlandırır. Qarabağ onu təslim etməyə gəlir. Qacar İbrahim xan harada olduğunu soruşur. Şeyx onun Dağıstana qaçdığını xəbər
verir. Qacar bu xəbərdən həzz alır. İki əsgər danışır. Teymur Qacarın dəstəsinə vuruşsa da bu döyüşlərdən şikayətçidir. Teymurdur deməli, Qacarın dəstəsində olsa şikayətçidir. Yanındakı əsgər onun sözlərinə dəstək vermir. Eldarın onları öldürməklə haqlı olduğunu söyləyən Teymura bu fikrinə görə satqın deyir. Bax, burada bir satqın məsələsi də var. Əsgərlər iki dəstəyə ayrılır, bir-birə vuruşurlar. Beləliklə Qacarın dəstəsi daxilən yavaş-yavaş parçalanır. Eldarın dəstəsi gəlir, Teymur qılıncla and içən onun dəstəsinə qoşulurlar. Qacarın dəstəsi qaçır. Bu qarşılıqda İlyas Eldarı öldürmək istəyir. İlk dəfə güllə açılmır. İlk dəfə baxın, güllə açılmır. İkinci cəhddə Kürd Musa onun bərəkətini görüb, neyniyir? İlyası öldürür. Əli bəy gəlib deyir ki, çəkilin meşə, artıq bizə ümid qalmamışdır. Çünki İbrahim xan qaçıb, Eldar mən hələ ölməmişəm deyərək təslim olmayacağını, Qacarı hücum çəkəcəyini bildirir, meşəyə çəkilir. Növbəti gəlirik 4-cü pərdə 8-ci şəkilə. Bəli, bu 8-ci şəkildə belə deyək də sizə vacibdir. Bu da geniş formatda verilib. Deməli 8-ci şəkil Qarabağ Şuşa qalasında vaqe olur. Xan sarayı, Qacarın kefməlçisi, Qacar xüsusi qürurla məşhur. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam nitqini söyləyir. Xanəndələr gəlir, Qacar da onlardan rast oxumaqlarını istəyir. Xanəndə Vaqifin qəzəlini oxuyur. Bu qəzəli eşidən Qacar Vaqifin gətirilməsini tapşır. Sərkərdə gedir. Qacar Vaqifi təhlükə hesab edir. Bu barədə vəzirin fikrini soruşur. Şeyx Qacarı təsdiqləyir. Vaqifin təhlükəli olduğunu, onun şəriəti bir də saydığını, lakin elin Vaqifi sevdiyini bildirir. Eldarla Vaqifin dostluğunda da xəbər verir və qeyd edir ki, Vaqif öldürülməlidir. Yəni şeyx bunu əməli başda pisləyir. Qacar Vaqif gəldikdən sonra onunla əylənib saraydakilar görüşmək niyyətindədir. Təlxək gəlir. Təlxəklə Qacarın dialoqu var. Qacar soruşur ki, məni zindana sansalar neylərsən? Təlxək cavabında 30 nəfər boğazlaram deyir. Qacar isə təlxək kəmərin qiyməti budur deyə, demək kəmər söhbəti burada var. Təlxək gözəl cavab verir. Anında da bilir kəmər söhbəti var. Şahım elə mən də bilirəm bunu, kəmərdən qiymətli sizdə nə var ki deyir. Əslində burada qəşəng söz deyir. O Vaqif gətirilir, o Qacara baş əymir. Eldar da İbrahimə baş əyməmişdir. Oxşar cəhət var burada. Qacar ona hökmdarın hüzurundasan olduğunu xatırladır. Vaqif əyilməməsinin səbəbi isə vicdanın böyük heykəlinin əyilməzliyidir. Vicdanını qılıncla müqayisədə dəyərsiz hesab edən Qacar ondan zindanın necəliyini xəbər alır. Vaqif isə cavabında insanın məzarı da zinət olduğunu bildirir. Vaqifin əzəldən hüdudu yoxdur Kamalın sözündən sonra Qacar onun idrakını sınadığını söyləyir, onu həqiqi şair adlandırır. Qacar hər şeyi ona tapşırmaq istədiyini, lakin bunun qarşılığında bir şərti olduğunu söyləyir. Ondan artıq farsça yazmasını istəyir. Vaqif Azəri yurdunun oğlu olduğunu, yeri gələndə az-az uydurduğunu bildirir. Şöhrətə, mənsəbə uymadığını vurğulayır. Qacar bunu naşükürlük adlandırır. Qacarın vəziri Azərbaycanı məsxərəyə qoyarcasına kim Qacarın vəziri? Çarıqlı bir ölkə böyük firdevslər yaratdı, bəlkə deyir. Vaqif cavabında sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər getirmiş fikrini söyləyir. Dahi sənətkar iştirak edən Qacara Vaqif günəşi ötsə də qara buludlar, yerə günəş adlı bir qüdrəti var deyir. Vəzir Vaqifin sözünün kəsərinin az olduğunu bildirəndə Vaqif oxuyan bülbüldür, dinləyən qazdır cavabını verir. Yəni bunları bilmək lazımdır. Kimin dilindən nələr səslənir? Ağılsız köpəklər ulduza hürər cavabı da vəzirə yönəlmişdir. Vaqif demə vəzir edir, oxuyan bülbüldür, dinlənən qazdır, ağılsız köpəklər ulduza hürər və s. Qapçı bir qocanın gəldiyini söyləyir. Bu qoca Vidadidir. O Qacara nəsihət etmək, ondan Vaqifi azad etməsini xahiş edir. Yaxşılığın yadigar qalacağını söyləyir. Qacar Vaqifi dinin düşməni adlandıraraq ölməyə layiq görür. Vidadi Allahın da şeiri və sənətini sevdiyini söyləyir. Qacar cavabını deyir, get Allaha yalvar, əgər bacarsa Vaqifi sağ saxlasın. Qacar Vaqifi öldürməyəcəyini, lakin onun yazan əlini, söyləyən dilini kəsəcəyini deyir. Bu da Xan Sarayı əfsanəsində də var. Vidadinin də buna razı olmadığını soruşur. Vaqif razı olduğunu bildirir. Onun qatır cinsi olaraq doğub törətmədiyini vurğulayır. Qacar Vaqifə saray həyatını tərk etməsini söyləyir. Çünki qədir bilməzlər yaşamağa layiq deyildir. Vaqif xanların zülmünü, cəfasını, dustaq anaların göz yaşlarını çox gördüyünü deyir. Taclara nifrətini bildirər, var olsun azadlıq, bir də məhəbbət söz deyir.
Vaqif çıxır. Qacar dalınca onu zindana aparıb Azərbaycana göz dağı çəkdirməyə təklif. Vidadi deyir. Qızılı uçsa da qara torpaqlar yenə qiymətini özündə saxlar. Deyir, Vidadi çıxır. Qacar Vaqifi zindana aparmağı qapçısı Zülfüqara tapşırır. Qapçısı iki mənalı danışan onun üzərinə yel də əsdirməyəcəyini söyləyir. Qacar havalanmış kimi danışmağa başlayır. Ölümlə çarpışacağını söyləyir, qılıncını çıxarır. Ancaq qolları taqətsiz qalır, intihar eləmək istəyir. Növbəti gəlir 9-cu şəkil. Bəli, 9-cu şəkildə sizin üçün yenə də bütöv olmalıdır. Deməli, 9-cu şəkildə nəyi görəcəyik? Orada da yenə də Şuşa zindanı və burada Vaqif divara şeir yazım, görmədim müxəmməsini. Sonra da o şeiri oxuyur. Əli bəy qulaq asır, zindanda oğlu ilə söhbətləşib, qucaqlaşır. Əli bəy Vaqifə Eldara məktub yazmaq təklifini verir, Vaqif yazır. Gülnar onlara pəncərədən yemək verir. Zindana birinci gələn Gülnardır. Vaqif Gülnara halallıq verir, məktubu ona verərək Eldara çatdırmağı tapşırır. Gülnar gedəndən sonra Vaqif onun haqqında Əliyə deyir ki, aslanın erkəyi, dişisi olmaz Nizami İskəndərnamə əsərindən. Vidadi görüşə gəlir. İkinci deməli Vidadi gəlir. Birinci Gülnar, sonra Vidadi. Zülfüqar buraxmaq istəmir. Vidadi onu razı salır. Zülfüqar bir şərtdən razı olur, tez olsun, yoxsa çörəyi suyu qan olan şah xəbər tutar. Vidadi Qacara nə qədər yalvardığını layiqsə söyləyir. Bu Qacara ikinci yalvarışıdır. Vaqif onu Qacara yalvardığı üçün qınayıb ölümdən qorxmadığını bildirir. Vaqif Vidadinin kəndə qayıtmağını istəyir, lakin Vidadi buna razı olmur. Vaqif öldüyü torpaqda öləcəyini bildirir. Vidadinin qapıçı çıxarır. Xuraman peşman olur. Vaqifin yanına gəlir. Zindana üçüncü gələndə Xuramandır. Birinci Gülnar, sonra Vidadi, sonra da Xuraman. Məni öldür deyir. Vaqif onu qovur və deyir, get, vəfasızsan bu dünya kimi. Xuraman uzaqlaşır, onun qəmli şeir dediyi eşidilir. Şeirin sözləri Vaqifə təsir edir, qəlbi yumuşalır. Qapıçıdan Xuramanı geri çağırmasını istəyir. Vaqif Xuramanın xəyanətində zamanını günahkar görür. Onu yox, zamanı görür günahkar. Qapıçı Zülfüqar xəbər gətirir ki, Xuraman özünü qayadan atdı. Sonra gəlirik biz 5-ci pərdədə, 5-ci pərdənin 10-cu şəklinin qısa məzmunu. Bizə belə deyək də 10-cu şəkildə sizə qısa lazımdır. Yəni onu biz bütöv ehtiyac yoxdur. 10-cu şəkildə baş verir. Belə deyək də dəstəsi ilə Şuşa yaxınlığında meşədə dayanan Eldara gürcülər köməyə gəlirlər. Gülnar Vaqifin məktubunu Eldara çatdırır. Vaqifin zindana salması xəbəri Eldarı qəzəbləndirir. Dünya görmüş bir qoca Eldara əvəzsiz hədiyyə Misri qılınc verir. Eldarın sayca çoxalmış dəstəsi Qacarın qoşununun üzərinə yeriyir. Deməli 11-ci şəkildə isə vaqe olur Şuşa qalasında Cıdır görəcəyik biz. İki çoban ney çalır? Qasım və Murad onların nitqindən Vaqifin öldürüləcəyi məlum olur. Qasım Vaqifin günahının nə olduğunu soruşur. Murad olanları danışır. Qasım Muraddan Vaqifin şeirini söyləməsini istəyir. Çünki onun şirin səsi var. Murad Vaqifdən xumar baxmaq göz qaydasıdır bəndili söyləyir. Murad Vaqifdən bunu söyləyir ki, bu ləblərin şirindir qoşması var. Vaqif və Əli bəy gətirirlər. Qasım onun Murada xəbər verir. Şeyx də oradadır. Vaqif günəşin sönməsini oğluna göstərir, şeir söyləyir. O oğlunun öldürüləcəyindən narahatdır, öz ölümündən narahat deyil. Vidadi gəlir o Vaqifin tutulmuş günəşə bənzədir. Vidadi gəlir və o Vaqif buna bənzədir. Vaqif Vidadiyə sən yaşa, yarat deyir. Şeyx kəlmə işarədə söyləmələrini istəyir. Vaqif şeyxdən birinci onu öldürməsini istəyir ki, övladının ölümünü görməsin. Şeyx kinayə ilə şairin rəngində sarılıq olduğunu söyləyir. O isə cavab olaraq günəşin batarkən saraldığını deyir. Şeypur çalınır, Qacar gəlir. Kəllələrdə qala qurulmasını və o qalanın başına Vaqifin kəlləsinin qoyulmasını istəyir. Vidadi gəlib yenə yalvarır ki, Vaqifi öldürməsin. Deməli, 3 dəfə biz orada Vidadinin yalvarışını görürük. Vaqif deyir, o cəllada yalvarma, hələ baş əyməyik bu mətə. Bundan sonra Qacar deyir, onu yandırsam da haqqım var deyir. Vidadi deyir ki, onun boynun vurulması üçün əmr versin. Və onun özünü cəlladlarla Vaqifin arasına salır. Vidadi özü üçün deyir. Səs-küy qopur, Eldarın dəstəsi hücuma keçir. Vəzir Qazara qaçmağı təklif edir. Cəllad əlini vurmaq istərkən Murad çomaqla cəlladın başından vurur, cəllad yıxılır. Eldar, Kürt Musa, Gülnar, Şaliko başda olma dəstə görünür. Qacar Eldarın tutulmağını əmr edir.
Vidadi Vaqifi qucaqlayıb bir tərəfə çəkir. Əli bəy Gülnarın tüfəngini alıb döyüşə qarışır. Eldar saray adamlarını yara-yara gedir. Qacar özü vuruşmağı düşünür. Şeyx və vəzir qaçır. Kim qaçır? Şeyx və vəzir. Əli bəy şeyxi vurub qayadan salır. Mən şeyxi Əli bəy vurub öldürür. Eldarla Qacar arasında şiddətli qılınc vuruşu başlayır. Qacar mən vuruşmağa Koroğlu gərək deyir, söyləyir. Eldar Qacarı yaralayır, lakin döyüş davam edir. Eldarın qılıncı əlindən düşür. Eldar yapıncının altından Misri qılıncı çıxardır. Ona Misri qılınc vermişdi axı. Qacarı yenə qılıncla vurur. Qapıçı Zülfüqar əlindən xəncər gəlir, onu arxadan vurur. Qoca kəndi gəlib Qacarın meynini işğəndlər. Burada Koroğlular at oynatmışlar söyləyir. Qacarın hücumu zamanı ona xahişə gələn elə həmin qocadır. Eldar saraydakı daşqaşları, acılara və yoxsullara paylamağı buyurur. Koroğlu'da da var bu. Şaliko deyir, bu ölən yalnız Qacardır, ancaq onun kimlər həmişə var olacaqdır. Yalnız bizim qardaşlığımız onların kökünü kəsə bilər. Tərxək gəlib Qacarın meydinin yanında 30 nəfər məsələsini yenidən deyir. Vidadi və Vaqif daxil olur. Hamı onlara başı. Eldar Vaqifə salamlar söyləyir. Vaqif Vidadiyə bax qəzəlini oxuyur ki, bu əsərdə qəzəlin birinci beyti orijinal olduğu kimi ikinci beyt isə dəyişdirilmiş şəkildə verilir. Eldar Vaqifin əlindən öpür. Vaqifin əlindən ikinci dəfə öpülməsidir. Birinci dəfə Əli bəy öpmüşdü. Xalq onu təntənlə ölüm meydanından çıxarır. Burada əsas məsələləri bitir. Lakin biz onun biraz təhlilinə baxsaq bəzi məqamlara görə təhlilində hansı məqamlara yer verilir. 37-ci ildə yazılmışdır. Birilik, ədəbi növ dramatikdir, mənzum dramdır, tarixi qəhrəmanlıq dramı, bir növ həyatı əks etdirmiş sulu göstərmədir. Mövzusu görkəmli Azərbaycan şairi Vaqifin həyatından və Azərbaycan xalqının 18-ci əsrin sonlarına xarici qəsbkarlar qarşı mübarizəsindən əsas götürülüb. Tarixdə baş verən hadisələr piyesinin sujeti üzərində qurulmuşdur. Biz burada Qacar həddindən artıq, İbrahim Qacar həddindən artıq qara boyalarla verilib. Vaqif obrazı bir növ bolşevikləşdirilmişdir. Yəni Xuraman İbrahim xan xətti isə ümumən uydurmadır. Piyesin baş qəhrəmanı xalqın özüdür. Vaqif də, Eldar da xalqı təmsil edirlər. Əsərin iştirakçıları əzənlər və əzilənlər olaraq iki yerə bölünür. Vaqif xalqın mənəvi qüdrətini, zəka və ruh təmsil edir. Eldar isə xalqın fiziki qüdrətini, biri mənəvi qüdrəti, zəkası, biri də fiziki qüdrətini göstərir. Vaqif Azərbaycan qürurunun timsalıdır. Onu əyilmək rəmzidir. Vaqif İran şahı görüşəndə baş əymir, şahın inadlarına, sanki bütün xalqlarına ürəkdən tikan çıxaran kimi kəskin cavablar verir. Vidadi safdır, vicdanlıdır, təmizdir, xeyirxahlıq bildirən obrazdır, alicənabdır. Pyesdə ən doğru cəhətdən biri Ağa Məhəmməd Şah Qacar. Surəti Qacar olduqca qəddar, bədbəxt adamdır. Bu qılınc olmasa yeyərlər məni deyə Qacar ancaq fiziki gücünə, qılıncına arxalanır. Mənəvi güc söhbəti deyil. Qacar vətən məhəbbətindən məhrumdur. Ona görə də həyat üçün öz mənasını onun üçün itirib və o Qacarın vəhşi təbiətini görmək üçün əsir güclə bir vuruşma əmri verdiyi səhnəni xatırlamaq kifayətdir. Deyir ki, soyunsun dərinizi, qıdırnaqlarınız, görünsün gözümə qıpqırmızı, ət qoyalsın ürəyin bir yeni qüvvət deyir. Və Qacarın fəlsəfəsi bu idi. Mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. O bunu deyir. Eldar obrazı da bizə məlumdur. Öz əzəməti, yerişi, verdiyi məğrur cavabı ilə biz görürük. Ondan sonra əsərin birinci şəklində Tükəzban obrazı ilə tanış olur. Tükəzban da Vidadi kimi kasıb daxmasında azad yaşamağı, dəbdəbəli sarayda minnətli çörək yeməkdən, zəngin həyat sürməkdən hesab edir. Yəni Vidadinin yoldaşıdır. Xuraman obrazı mənsəb və şöhrət düşkünüdür. Xuraman Vaqifin arvadı olsa tez-tez birinci əlini yada sal, çünki onun vaxtında qapısında nökərlər Xuramanın qulunda hazır olunmuş. İndi Xuraman Vaqifdən də bunları gözləyir. Nəfsinin qulu olan şöhrətpərəst Xuraman ona aldanır, kəminlərini qoyaraq, yəni belə deyək də, baxmayaq o xanı ərə getməyə razı olur, onu yoldan çıxardır qarı ilə şeyx. Ondan sonra Nizami Gəncəvinin belə deyək də, bir də bəli, əvvəl Xuraman zindandan qovsa da Xuraman özünü qayadan atılma eşidəndə bir növ peşman olunur, qismən bağışlayır Vaqif. Bir də Nizami Gəncəvinin şöbəsinə aid olan Aslanın erkəyi dişisi olmaz sözlərində biz Səməd Vurğunun Vaqifin dili ilə Gülnar haqqında söyləyir. Gülnar atasız, kasıb bir kənd qızıdır. Var dövlət görməsə də düzgün tərbiyə görmüşdür. O əsərin əvvəlindən sonuna qədər öz namusu, qeyrəti, ailəyə, həyat yoldaşına olan sədaqəti, etibarı ilə diqqəti cəlb edir. Pyesdə xalqa təqdim olan müsbət obrazların hamısı Azərbaycanı təmsil edir. Vaqifdir, Vidadidir, Eldardır, Kürd Musadır, Əli bəydir, Gülnardır, Əminə xaladır və başqaları. Ümumiyyətlə, Səməd Vurğun
xalqımızın tarixi qəhrəmanlığı mövzusunu yazdı. Vaqif pyesini təsadüfən Vaqifə həsr etməmişdir. Əvvəla Səməd Vurğun uşaqlığından Vaqifə onun yaradıcısına pərəstiş edirdi. İkincisi, Vaqifi xəlqilik rəmzi hesab edirdi. Çünki bizə bilirik ki, axı ki, realizmin yaranmasında xəlqiliyin gətirilməsi və s. elə o dövrdən gətirib qaynaqlanır. Yəni, bir növ Vaqif dramını oxumaq Azərbaycan xalqının qədim tarixini, insanların necə olmasını, belə deyək də, həm Azərbaycanın maddi, mənəvi gücünü, həm fiziki gücünün necə olmasını ortaya çıxarmaq idi. Bu qədər uşaqlar, sağ olun, salamat qalın.